69-cu il. 69-cu ildir. Mən Lənkəran şəhər 3 nömrə orta məktəbində, Hacı Aslanov 3 nömrə orta məktəbində oxudum. 9. Bizim kənddə 2 metr qar var. Deməli, elə yollar bağlamışlar ki, praduk, qança heç yoxdur. Xəbər çatırlar əmilərimə, Mir Həbibə, Mir Hebədə, İsmailə, Mir İsmailə, Mir Yadləmiyə. Bəs kənddə nənə, qardaş uşaqlar hamısı acından ölür. Hevədəmi gedir, katibdən, başçıdan bir də vertolyot alır. Onun, praduk, qandı hamısı yığır. Vertolyot gətirir bizim kəndə. Gətirir, babanın yurdunda vertolyotı sıxır, 2 metr qardır, o qədər var, qar təmizlənir. Xətt olduğu ki, otura bilmir. Gedir yuxarıda Yusuf bacı onun həyətin yanında oturur. Orada qarı təmiz. Bütün kəndə unu, qandı, çayı, yağı, praduk hər şey. Paylayır, verir. Gedir bir hissə gətirir vertolyot. Sonra Hevədəmi xəbər çatırır. Mir İsmail əmiyə, Mir Həbəmiyə. Bəs kənddə belə vəziyyət çətindir. Axşam çağı görürlər ki, bir dənə tüstü çıxır, amma traktor göstərmir. Görürlər, bir traktor gəlir ya, Mir Həbəmi gəlir. O İl Safxozun direktoru İbrahim Bayramov ağa ilə əmilərlə dost olur, askərdə olur. O köməklik göndərir. O da praduk sadəşdir. Sonra mən şəhərdə idim, məktəbdə. Səhər tezdən durdum. Gördüm, Mir İsmail əmi gəlir. Lənkəran, Bakıdan gəlir. Ya Allah, ayağımı xoş gəlmişsən. Həmin qanı qararlı. Necə ki, burada oturmuş şirkətdə həm qardaşım, anam, uşaqlarından ölür. Ya Allah dedi ki, yox, Hevədəmi versən, onu aparıb falan köməli, hər şey. Həbəmi aparıb. Bir də rəfə sədri Sadat Tağıyev, qolumuz əmimizdir, separatın, o da praduk göndərir. Dedi, haqlış. Yəni, mənə dedi ki, Mir İsmail əmi, mənim qardaşım, gedə kəndə, gedə bilərik. Dedi, Mir İsmail əmi, yol çəkib budur, piyada gedəcək. Maşın gedə bilir. O söylüyə qədər əmi bir dənə Hezaxod Vilic tutdu, tapdı, bizi gətirdi. Ora qədər. O maşını taksi. O səkirdən günləri 9-10 kilometrəni əminə piyada gəldi. Gəldi, qar nədir? Yol, arabadan üçün bağlı. Yeri isə yuxarı baxsa qardır, 69 ildə. Nəysə, əmi gəldi və nənə görüşdü. Qardaşı arvadı, hamısı qardaşı görüşdü. Əmi deyib, bəs məni niyə xəbərləməmişsiniz? Dedi, yoxdur, telefon yoxdur, bir şey nə xəbərli, bəs bir adamla xəbərlədi aşağıya, Hevədəmi yerinə bir praduk gətirir. Mənim gözümün qabağında Mir İsmail əmi götürdü, bir paçka pul nənəyə verdi. Bir nənə gələ, yenə köməklərəm, nə lazım verirəm. Nə lazımdır, uşaqlar çılarsın. Mənim atam da aşağı gitmişdi. Nəysə, axşam çağı atam da gəldi. Sözüm bunda yox. Bizə bir sadır vardı, kəndə qan otururdu. Əmi mənə dedi ki, qardaş oğlum, gedə bilər onlar. Dedim, hə, gedə bilər. Nənəyizə də demədi, desə nənə qoymadı. Getdik. Nəzə getdik, o sadırın arvadı bizə qovumdu. Bibi nəvəmiz qarşıladı bizi, xoş gördük. Olan evinə getdik, qarşıladı. Mir İsmail bəy, xoş gəlmişsən, şükür də xoş gəlmiş falan. Dayıdan soruşdu ki, bəs hani bu falan kəs? Dedi, şəhərə getdi. Dedi, neymişsə, dedi, mənə deyəsən, mənə görüşmək istəyir. Deməli, sadə bizə un vermirdik, qança vermirdik, hesab vermirdik. Həmi onu cəzalandırmaq istəyirdi. Nəhayət, aşağı cavabı onun böyük qardaşı gəldi, mənim atam gəldi, xoşdur. O, mən razıyam, Allah'ın rəhmət etsin, ona balası. O atamın yanında başını qaldırıb atama baxmıyor, böyük qardaşı. Xoş gəldi falan. Dedi, qardaş, bu liderdir, mənə icazə versən, mən belə bir şeydir. Atam onu danladı. Dedi, biz Seyid Peyğəmbər övladıyıq. Bizə pislik yaraşmır. Bizim babamız cəhət, kim bizə pislik desə, babamın cəhət onun cəhəzəsini verir. Birinci, xoş gəlmişsən, mənim atam qardaşımsın. Get. Biz ağlı başı balaları sağ. Allah'ın cəhəzəsini. Olsun Həzrət Əlinin adına.
O sadr geldi. Elə Allah. Təğəncədi onu elə günə qoyacağız olan deyil. Geldi yalvardı mənə. Babam kuşağı da qalır. Kur'an da qalır. Səcərə da qalır. Dedi ne olub? Dedi bəs ağanı cəddi mənə cəzalandırdı. Mənə halal edirsin. Biz de götürüb babanın kuşağında biraz kəsdik. Hastaneye gedirdi, yapır. Getdi, hava kuşdu, geldi. Kur'an oxudu baba geldi ki, heysonat verdi hemen o kişi Məhəmmədə. Yalvar, yaxar. Dedim, bizim nəxsibə sataşan, bunu cədasını ver. Sen ne yapıyorsun sataşan? İşte kurban olun. Siz Hamas Seyyidin nəvələrisiniz. Hamas Seyyidin övladlarısınız. Bura ocaqdır. Bizim büyük babamız Çaridə Pir Baba ocaqdır. Hamısı söylərəm. Onun babası Ərdəbildə Seyyid Süleyman var. 7-ci İmam Musa Kazımın oğludur. Bu saat Ərdəbildə ziyarət. Bizim asıl kökümüz Ərdəbilliyiz. Səcərəmdə də var. Size kurban olun. Gidip ziyaret eləsin. Birisi var da laf yaxındır. Orada gedib olur. Seyyid Süleyman Ərdəbildə. Bizim büyük babamız odur. Onun oğlu gəlib. Şairdə Piri Baba. İşte hamısı babalar sayısız. Bak. Mirişmər Baba, Babula Baba, Qudrət Baba, Kərbəla Asılı Baba, Zeynəl Baba, Mirəhmət Baba, Zeynəl Baba, Xanibə Baba, Anibəy Baba, Dinibəy Baba, Miri Baba, Nuri Baba, Piri Baba. Görürsən, bu baba Çayırda qədər bu baba. Onun babası Ərdəbildə Seyyid Süleyman. Çünki nəsli gücü çox böyükdür. Bizim nəslimiz çox böyükdür. İmkan olsa bunu axtarasın. Gedik deyəsin ki, biz Mirqudrət babanın nəvələriyik. Seyyid Mirqudrət. Onun babası Kərbasada Çayırda Piri Babadır. O Ərdəbil sırası tanıyacaq. Seyyid Süleyman babanın oğludur. Görürsünüz, sizin tayfanız bu kadar büyüktür, size kurban. Bizim tayfamız bu kadar güçlüdür. Allah tarafından. Biz öz hökumətimizi də istəyirik. Qurbanım hökumət. Öz millətimi də istəyirik, millətə qurbanım. Öz xalqımı da istəyirik, xalqıma qurbanım. Şəhidləri, ruhlarına qurbanım, baş əyrim. Bütün əsgərlərlə qurbanım, qaziləri qurbanım. Görürsən, biz belə nəsil, biz işləyirik artıq. Biz Allah'adan. Biz sülh sevərik, bizim nəslimiz, biz özümüz xalqı, hökumət sülh sevərik. İşləyirik. Ben evdə oturmuşdum. Böyle evdən fəxri parvan verirlər. Ağsakoşu sayırlar. Gəllər rayon hamısı və talim mənim gəldim. Başa sədrli hamısı gəlib başladı. Fəxri parvan verir. Gəlin aşağı. Biz Seyyidin yurda gəlmiş. Ne kadar rayonda Ağsakoşu'da hiç kimə fəxri parvan vermir. Bu şeydir. Ne qurban? Şimdi nəsil çox güclüdür. Allah tərəfindən saxavatdır. Hamıza qurban olun. Canı içi canı bir-bir. Bir qədrim, bir hörmətim. Bugün varam, Allah sizi var, sabah yok. Bir-birine dayanır. Bir hörmətin sorar. Demək yine, şüşəmi kasıbı deyil. Elmami var idi, hamız var, kimdir, xeyr. İmkanı var, elmananın kimi, hacı kimi. Bunu dastasayıq, kömür. Elmanı alın xeyr olun. Can Allah güc verir. Heç vaxt məni atmır. Heç vaxt məni yaddan çıxartmır. Heç vaxt. Çünki həm məni eşidib, xeyr görər inşallah. Görür də. Mən həmişə hamısı dua edirəm. Hamısı dua edirəm. Hamısı dua çox edirəm. Deyirəm, hacı dua çox edirəm. Çünki o məni çox istəyir. Mən bilirəm, hamıda məni çox istəyir. Ona qurbanlarımın, ballarının toyuna görə alır. Ona ballarının toyuna görə. Canısı yine de canı ata. Anacığım da size kurbanım. Ata, anadan böyle nimet yok bu dünyada.
Kim de siz istəyir, çox yalan. Atana kim istəyir? Atana. Mən deyirdim ki, Allah nasıl olur. Kaş mənim atamın kötü də qalsa, gəlib evdə qalaydı. Ki, atam kötü evdə qalır. Elə bir dünya mənim. Arxadır, köməkdir. Amma yaxşı nəsildə, yaxşı əmrdə, yaxşı qardaşlar. O da arxa köməkdir. Allah Allah köməkdir. Bir gün qadın, bir at bizə qurban. Həyat belə bir varız. Mən bilmədim, haça gəldi 70 yaşım. Bilmə, sənə bir. Bilmə, cani sən sənə özün. Səni Allah taşır. Baban cəbini taşır. Allah səni kömək. Allah səni başına hafif